Biri sənə acı söz deyəndə ya da haqqını tapdalayanda, bəlkə də o anda heç nə deyə bilmirsən. Heç bir reaksiya verə bilmirsən. Amma evə gələnə kimi içini yeyir ki, kaş ki filan şey deyərdim, kaş belə cavab verərdim. Amma sənə bir şey demək istəyirəm. Hər kəs hazır cavab ola bilməz. Onsuz da haqqını qorumaq üçün mütləq hazır cavab olmalı deyilsən. O anda cavab verə bilməmisənsə problem deyil, sonra verərsən. Sonra yazarsan, sonra danışarsan. Bu sənin özünü ifadə etməyinə mane olmamalıdır. Hətta bəzən üz-üzə danışmaqdan çəkinirsənsə yaza da bilərsən. Yazaraq özünü ifadə edə bilirsənsə heç bir problem yoxdur. Əsas olan odur ki, yaşadığın o haqsızlığı içində saxlamayasan və qarşı tərəfə çatdırasan. İstər dərhal olsun, istər biraz gec olsun. Fərqi yoxdur. İstər sözlə deyəsən, istər yazasan. Əsas odur ki, içində saxlamayasan. Mənə dəstək olmaq istəyirsənsə kanala abunə ol. Sənin dəstəyin mənim üçün çox dəyərlidir.